Herkese salamlar, mən Rüfət. Bu videoda sizlərə Zevsin videolarından mən görmüşəm, YouTube videolarından reklam elədiyi Taximeter saytını sizlərlə qısa şəkildə belə də incələyəcəm. Bu saytdan pul qazanmaq olurmu real şəkildə və bu nə dərəcədə doğrudur? Pul yatırmağa dəyərmi, dəyməzmi? Qısaca öz fikirlərimi bölüşəcəm sizlərlə və çox da vaxtınızı almıram. Birbaşa gördüyünüz kimi saytdır. Qeydiyyatı zaten asan bir şeydir. Qeydiyyatdan keçə bilərsiniz. Ona görə o yerini göstərməyəcəm. Mən hal-hazırda qeydiyyatdan keçmişəm. Deməli, ilk növbədə sizə burada şəhəri göstərəcəm. Şəhərə daxil oluruq. İlk qeydiyyatdan keçdiyimizdə bizə Hyundai Accent markalı belə bir 10 manatlıq belə deyək, maşın hədiyyə eləyir. Burada gün ərzində 10 qəpik bildiyim qədərlə toplanır. 10 qəpikdən yəni yuxarı keçmir gün ərzində. Belə eləyək, bu gördüyünüz kimi burada avtomatik gedir. Buranı keçəcəm, bu bizə lazım deyil. Araba satın almaq bölümünə daxil oluruq. Baxın, deməli, burada maşının qiymətlərini görürsünüz. Yuxarı tərəfdə ilk girişdə dediyim kimi, baxın, bu 10 manatlıq maşın hədiyyə olunur sizə. Günlük 10 qəpik qazanc verir. Aylıq 3 manat gəlir əldə edirsiniz. Deyək ki, siz heç bir yatırım eləmədən sadəcə ayda 3 manat qazana bilərsiniz. Yəni bu qazanc sizi nə dərəcədə qane eləyər bilmirəm. Bunu da göstərəcəm sizə, amma bildiyim qədərlə məsələn karta çıxarış 50 manatdan aşağı deyil. Yəni düşünün ki, siz bunu neçə ay burada toplamalısınız. Gəldik digər belə qiymətlərə baxaq maşınlara. Məsəl üçün burada zaten qiymətləri görürsünüz, saytdan girib özünüz də baxa bilərsiniz. Belə deyək də ortalama bir maşına gələk. Baxın, 170 manatdır. Bu Zekr 007 maşının dəyəri. Deyək ki, siz bunu 170 manat yatırdınız və maşını aldınız. Ayda 64 manat gəlir verir. Baxın, 170-i ödədiniz. 2 ay ərzində, belə deyək, 2 aya 150 manat. Mən tamamlayıb deyəcəm bunu. Tam yəni dəqiqliklə hesablamayaq. Deyək ki, 2 aya 150 manat verir. Yəni 2 aya belə siz bu 170 manatı, hələ qoyduğunuz 170 manatı çıxara bilmirsiniz. Bu saytdakı yəni nə dərəcədə güvənlidir? Nə dərəcədə sayta güvənə bilərsiniz ki, sayt sabah, bürü gün, o birisi günü. Məsələn, siz deyək ki, burada gəldiniz, ən bahalı maşını aldınız, 4250 manat qoydunuz. 2 ay, deyək ki, 2 aya pulunuz anca çıxır da burada. 4420 manat edir. 2 aya pulunuz anca çıxır. Yəni düşünün ki, 2 aya siz oradan 100 manat deyək ki, belə deyək də təqribi qazanc əldə elədiniz, sayt bağlandı və yaxud heç onu da götürə bilmədiniz. Yatırdınız 4250 manatı, yatırım etdiniz, 3 gündən sonra sayt bağlandı. Yəni belə deyim, qısaca çox uzatmağa ehtiyac yoxdur. Çox uzatmağa ehtiyac yoxdur. Mənə görə yəni boş bir şeydir. Sadəcə mən məsəl üçün belə deyək də günlük elə-belə girirəm bura, pulsuz verilən bu maşınla günlük 10 qəpiyimi yığıram bekara. Yəni konkret bekara bir şeydir. Çəkimə gedirik, baxın, buradan bunu göstərəcəm sizə. Visa, Mastercard, minimum 50 manat. Digərləri, USDT var burada, Tron var və s. Girib yenə də deyirəm, saatın özünüzə baxa bilərsiniz. Ən aşağı 17 manat çıxarda bilirsiniz, bunu da kriptovalyutalar şəklində. Belə deyək. Qısaca öz fikrim budur ki, yəni bura qəti şəkildə pul yatırmayın. Pulunuz batar, mənim fikrimdir. Belə girib, yəni sizə verilən bu 10 manatlıq maşınla bekara deyilsə, gündəlik girim 10 qəpiyimi toplayın. Bunu da ki, 10 aydan çox eləyir də, yəni siz burada əgər karta çıxarış eləmək istəyirsinizsə, ayda 3 manatla nə bilin bu olur. Yəni bu qədər istədim ki, çəkəm bunu məlumatlandıram, yenə də girib, təkrar eləməyəndə girib özünüz də saytda daha ətraflı araşdırmalar apara bilərsiniz özünüz üçün. Bu video bu qədər idi. Sizə sadəcə məlumatlandıram ki, boşu-boşuna yəni bura pul yatırıb, pulunuzu itirmə, belə deyək, riskinə girməyin. Çox mənasız bir riskdir. Nəysə, növbəti videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun və videonu bəyənib kanalıma da abunə olsanız, məni də sevindirmiş olarsınız. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.